Bir gün Məcnun da qocalır, Leyli də qocalır. Gəlib Məcnuna deyirlər ki, Leylinin axır nəfəsləridir, can üstədir. Səndən istəyir ki, ona halallıq verəsən. Məcnun deyir, yox, mən Leyliyə halallıq vermərəm. Bütün hamımızı təəccüblənir. Deyirlər ki, ay Məcnun, sən Leyliyə görə Məcnun olubsan. İndi niyə ona halallıq vermirsən? Heç cavab vermir. Hamısı qoyub gedirlər. Bir nəfər qalır Məcnunun yanında, ondan soruşur ki, ay Məcnun, sən ki Leyliyə xatir Məcnun olubsan, indi niyə halallıq vermirsən ona? Məcnun deyir, eşitmişəm qiyamətdə, kim kimə halallıq vermir, Allah onları üzləşdirəcək. Qoy bircə dəfə onu orada gör. Məhəbbət ki edər təsir, yolun hər kəs azar dostlar. Sevən kəslər yaşarkən də qazar zatən məzar dostlar. Ölərsən mən bu həsrətdən, məzarımda yazar dostlar. Məhəbbətdən yazan şair, cavan gəldi, cavan getdi.